Hamıya salam dostlar. Biraz xəstəydim. Hal-hazırda da fəsadları qalıb öskürəyin. Hər hansı bir yerdə qüsur olsa üzrü sayarsınız. Deməli, bu videoda biz Eldəniz müəllimin deməli kitabından Lütfüzadə Riyaziyyat Məntiq Əlifbasının 30 sınaq adlı kitabdan sınaq 1-ə baxacağıq. İndi sizlə olaraq vaxt olduqca digər sınaqlara da baxacağım. Sınaq 1-də deməli əvvəlcədən qeyd eləmişəm asan olsun deyə və videoda az yer tutsun deyə. Birinci suallar sınaq 1-dən belə deyək də 10-a qədər deyək, hardasa 5-ə qədər yəqin ki asan suallar olacaq, çünki mövzu sınaqlardır. Bizim birinci sualda deyir ki, rəqəmlərin cəmi 25 olan neçə dənə 3 rəqəmli ədəd var? Yəni rəqəmləri eyni ola bilər məsələn. Burada da qeyd eləmişəm. Rəqəmlərin cəmi 25 olması üçün ən kiçik ədəd 7-9-lardan istifadə edə bilərəm. Çünki məsələn ən kiçiyi tapmaq üçün sonuncuya 9 qoyaram. Ondan qabaqkına da ikinci yerə təkliyə onluğa 9-lar verirəm. Məcbur birinci yerdə 7 qalacaq. Bunların yəni 7, 9, 9-un cəmi 25 verir bizə. Digər ədədimiz isə 8, 8, 9-dur və başqa belə bir ədəd yoxdur. Niyə? Çünki sonuncu yerə mən 9 qoysam, təkliyə 9 qoysam, onluğa 6 qoysam, baxın 7 qoysam təkrarlanacaq, 6 qoysam 15 eləyəcək. Gələ əvvələ 10 yazım. Axı bu rəqəmdir, 10 ola bilməz. Onda belə çıxır ki, 7, 9, 9, 8, 8, 9 ədədləridir. Bunlardan da yerdəşmə eləyə bilərəm axı. Məsələn 7 ilə 9-u yeni dəyişərəm. Sonra 9-a qatıram əvvəl. Bunların yerdəşməsindən 3 dənə ədəd alınacaq. 889-un da yerdəşməsindən 3 dənə ədəd alınacaq. Bunlar ikisi bir yerdə 6 dənə ədəd vermiş olacaq. Cavabımız olacaq D variantı. Sonra ikinci sual. AB rəqəmlərdir. Bəsit bir sualdır. A-nın B-nin hasilinin ən kiçik qiymətini soruşur. Rəqəmlər biz bilirik ki 0-dan 9-a qədərdir. Bəzən rəqəmləri 1-9 götürürlər. Bu yanlışdır. Çünki ədədləri düzəldəndə biz 0 da istifadə edirik, 0 rəqəmindən. AB rəqəmlərindən bir hansı biri 0 olsa, hasildə 0 olacaq. Yəni cavab ən kiçik 0 ola bilər, A variantı. Sonra bir-birindən fərqli 4 dənə 2 rəqəmli tək ədəd var. Bunların cəmi 3 rəqəmli ən kiçik müsbət cüt ədəddir. Ən kiçik 3 rəqəmli cüt ədəd elə 100-dür də. Yəni müsbət ədəddir. Ən kiçik 3 rəqəmli cüt ədəd 100-dür. 100-dən mən digər yerdə qalan kiçik ədədləri çıxsam, digər ədədimiz böyük olacaq. Yəni ən böyük ədədimiz ən çox olacaq. Digər kiçik ədədlər də tək ədəd olmalı fikir verdiksə. 11 tək ədəddir, 13 tək ədəddir, 15 tək ədəddir. Yəni kiçik olaraq bunları götürürəm. Bunların da cəmi 37, 39 verər bizə. 100-dən 39 çıxanda bizə qalacaq 61. Hansı ki 61 özü də tək ədəd olmalıydı, tək ədəddir. Yəni 61 özü də sonuçda tək ədəd olmalıydı. Çünki 4 dənə 2 rəqəmli tək ədəd var. 61 də tək ədəd olduğu üçün 61-i götürə bilərəm ən çox. Cavab olacaq D variantı. Dördüncü çox bəsit bir Rum rəqəminə aid sualdır. Rum rəqəmlərindən biz bilirik L hərfi 50-ni, 2-dəki 2 dənə xəttdəki 2-ni bildirir. Yəni L2 xətt olmalıdır. Burada cavab A variantı. Növbəti sual 5-ci sualdır. Deyir AB ilə BA 2 rəqəmli ədədlərdir. Alt-alta yazsaz görərsiniz ki A ilə B-ni toplayanda 4 düşüb aşağı. Bu 4 deyil. Çünki A ilə B-ni toplayanda bu tərəfdən 15 yazıblar. Onda belə çıxır ki A ilə B-nin cəmi 14 olub. Bir yadda A ilə B-nin cəmi 14 olub. Bir yaddan sonra 15 olub. Yəni A ilə B-nin cəmi 14 olmalıdır. Bu da dedik A ilə B-nin cəmi 14 D variantı. Bəsit sualdır. 6-cı sualda yəqin bilirsiniz. Əgər 14 ilə 97 arasında natural ədədlərin sayını soruşursa 14 ilə 97 daxil deyil. Onda 97-də 14 çıxırsan, bir dənə əlavə 1 çıxırsan. Qayda budur. Yəni 97-dən 15 çıxırsan, 82 C variantı. Sonra 3, 6, 0, 9 ədədlərindən ən böyük və ən kiçik ədəd 4 rəqəmləri də fərqli olmalıdır. Ədəd düzəltməliyik. Ən böyük ədəd təbii ki 9, 6, 3, 0 olmalıdır bu ədəd. Ən kiçiyi də 0-dan ədəd başlamır. Deməli növbəti kiçik rəqəm 3-dür. Sonra 0 yaza bilərsən 0, sonra 6, sonra 9. Bu ədədlərin də fərqi sənə 6561 cavabını verər. A variantı. Növbəti. Sən bilirsən ki, burada ABC rəqəmlərini toplayanda, A-nın C-ni toplayanda 6 yazıblarsa, ya bu 6-dır, ya 16-dır. İndi 16 ola bilməz. Çünki digər tərəfdən əvvəldə A-nın C-ni toplayanda 7 yazıblar. Yəni A-nın C-nin cəmi belə çıxır ki, 6 imiş. Bir yaddadan sonra 7 olub.
Hə, A-nın C-nin cəminin sən 6 olduğunu tapdın. Sonra isə digər tərəfdən sən bilirsən ki, A-nın C-ni toplayanda 6 olmalıydı, amma 7 yazıb. Deməli, A-nın C-ni toplayıb üstünə bir yadda gəlib 7 olub. O bir yadda da bu 2 dənə B-ni toplayandan sonra olub. A-nın C-ni bunu toplayanda heç bir yadda qalmayıb. Yəni 2 dənə B-ni toplayanda sən demə 4 yox, bax 4 yazıblar ha burada. 4 yox, 14 olub. 2 bir yadda versin digər AC-lərə. Hə, 14 olubsa deməli B 7-dir də. B-ni 7 tapdın. Vəssalam. Səndən soruşur ki, A, B, C cəmini. Sən A-nın C-ni bir qruplaşdır. A-nın C-nin cəmi 6-dır. Tapmısan. Və B də tək qaldı burada. B də səndə 7-dir. 6-nın 7-nin cəmi 13. Burada D variantı. Növbəti 9. 9. Deməli, Nurayın kompüterində rəqəmləri bir-birindən fərqli. Bu 9-u mən baxdım YouTube-da. Elə bir müəllim gördüm. O da biraz səhvə yol verib. Çünki Nurayın kompüterində rəqəmləri bir-birindən fərqli 9 rəqəmli şifrə var. Rəqəmlər bir-birindən fərqli olmalıdır. O şərti nəzərə almamışdı müəllim. Yəqin nəzərindən qaçıb. Bir də testin ümumiyyətlə arxasındakı cavab 9 verilib. Amma cavab 17 çıxacaq. İndi fikir verin. Baxın. Mənə deyir ki, milyonluqlar sinifi, bir də minliklər, təkliklər. Mən bilirəm ki, sinifləri bu formada ayırmalıyam. Milyonluq, təklik və minliklər sinifi. Sonra milyonluqlar sinifindəki olan rəqəmlərin hamısı cüt ədəddir. Bu hələ qalsın. Çünki cüt ədədlər çox ola bilər. Minliklər sinifi 3 rəqəmli ən kiçik tək ədədə bərabərdir. 3 rəqəmli ən kiçik tək ədəd 103-dür. 101 götürə bilmərəm. Çünki rəqəmləri fərqlidir bax. 103. 103-ü yazandan sonra gedirəm təkliklər sinifi ilə minliklər sinifinin cəminə. 630 olmalıdır. Belə çıxır ki, təkliklər sinifi 527 olmalıdır. Həqiqətən də 103 ilə 527 toplamında 630 verir. Ondan sonra da əvvəldəki cüt ədədləri düzə bilərəm. Mən demişdim ki, milyonluqlar sinifindəki rəqəmlərin hamısı cüt ədəd olmalıdır. Cüt olması üçün cüt ədədlərdən 0, bir də 2 artıq istifadə olundu. Əlimdə nə qaldı? 4, 6, 8. 4, 6, 8 də buraya yerləşdirməliyəm. Amma bunların yeni dəyişməsi ola bilər də təbii ki. 4, 6, 8 də burada yerləşməsi ola bilər. İndi mənə deyir ki, Nuray kompüterinin şifrəsinin ilk rəqəmi ilə son rəqəmin cəmi aşağı hansı ola bilməz. Baxın, əgər mən əvvələ 4 yazsam, axı bilmirəm 4, 6, 8-i buraya necə yerləşdirim. Əvvələ 4 yazsam, buradan da 5 var. İlk rəqəmi ilə son rəqəminin cəmi. Hə, burada bir səhvə yol vermişəm. İlk rəqəmi 4 olsa, son rəqəmi axı bizdə 527-dir, 7-sidir. 4 ilə 7-nin cəmi, burada bir səhvə yol vermişəm. 4 ilə 7-nin cəmi 11 ola bilər. Yəni 11 variantı ola bilər. Sonra 6 ilə 7-nin cəmi 13 cavabı ola bilər. 6 ilə 7, burada bir səhvə yol vermişəm. Buradakı rəqəmlərini yeni dəyişmişəm sonuncu. Amma sonuncu rəqəm 7-dir. 7 ilə 4-ü toplayıram 11. 7 ilə 6-nı toplayıram 13. Sonra başqa 7 ilə 8-i toplayıram 15 olmalıdır. O da yoxdur. Yəni, buradan baxın 9-u da bir də 17-ni də ala bilmir. Yəni burada 2 cavab olur. Ya A ya D. Heç biri olmur axı. Çünki sonuncu rəqəm 7-dir. 7 ilə 4-ü, 6-nı bir də 8-in yerləşməsini toplasam 7 ilə 4-üm 11, 7 ilə 6 toplasam 13, 7 ilə 8-dən 15. Bunlar ola bilərdi. 9-la, bax burada 2 dənə cavab var. Bu suala bir dənə baxarsınız. A, bir də D variantların hər biri ödəyir bu sualda. 9-cu sualda A, D. Sonra 10-cu sualda mən bilirəm ki, 4 dənə buradakı A-nı toplayanda sonu 6 olubsa, bu ya 4-dür, 4 vur 4, 16, ya da 9-dur. 9 daha məntiqlidir. Niyə? Çünki sən burada tək A-nı saxlamısan, bu aşağı necə düşüb? 11 rəqəmi kimi, ədədi kimi. 11 olması üçün məcbur burada 4 ola bilməz, çünki 7 yadda gəlməli idi. 9 olmalıdır, 2 yadda gəlsin buradakılardan. Vəssalam. 4 dənə 9, 36-dır. 6 yazıblar, 3 yadda. Burada 3 dənə A var. 3 dənə 9, 27-dir, o da 3 yadda. 30, yenə 3 yadda. Burada 2 dənə A, 2 dənə 9, 18, o da 3 yadda. 21, 1 yazıblar burada. 2 yadda. Burada A təkdir, 9-dur. O da 2 yadda gələcək üzərinə. 11, bəli 11 yazıblar. Vəssalam. A neçədir? 9-dur. C variantı. Növbəti. Bu ədədi oxumalıyam. 609 milyon 609 yazmalısam. 543 min. Daha doğrusu 540 min. 540 min. Sonra da 203.
203 yazmalısın. Sonra mənə deyir ki, bunun təkliklər sinifi ilə minyolluqlar sinifinin yerini dəyiş. Yəni 609 ilə 203-ün yerini dəyiş. Yaz 203, sonra 540 saxla yerində, sonra 609. Bu da hardadır? A variantında verilib. Növbəti 12. Mənə deyir ki, bu ədədlərin rəqəmlərin köməyi ilə bu rəqəmlərinin köməyin hər birini bir dəfə istifadə etməklə 437 ədədindən ən böyük ədədindən kiçik ən böyük cüt ədəd. Bu ədəddən kiçik olması üçün ədədimiz 436 ilə başlamalıdır. Ki ən böyük olsun da, yəni. 436-dan başlasın ki, ən böyük olsun. Və növbətiyə 9 yaza bilərəm artıq. 9 yazaram, sonra 7 yazaram, sonra 5 yazaram, ən böyük istəyirəm də. Sonra 1 yazaram, sonra da 8 yazaram ki, niyə? Bax, burada 9-dan sonra deyin ki, niyə 8 yazmadın? Çünki 8 yazsam bu ədədimiz ən böyük cüt olmalıdır. 8 məcbur sonda yazılmalıydı, cüt olsun. 7, 5, 1 bunlar düzülməlidir. Vəssalam. İndi mənə nə deyir? Ədədi tap, vəssalam. Ədədimiz deməli 43 milyon 697 min 518 A variantı. Sonra mən buradan kəsiklər eləmişəm. Kəsiklər eləmişəm buradan. Və məndə müəyyən bir hissələr var. Bu hissələrdən istifadə eləməliyəm. Ən kiçik ədədin minliklər mərtəbəsinə rəqəmə tapmalıyam. Ən kiçik ədəd tapmaq üçün mən ədədim, baxın 0,3 ilə başlaya bilməz. Onda nə ilə başlamalıdır? 2 ilə başlamalıdır. 2 ilə başlamalıdır. Sonra 0,3-ü yerləşdirirəm. Sonra da indi fikir verin. 789-dan başlaya bilməz. Ya 5 ilə ya 56 ilə başlamalıdır. Fikir verin. Əgər mən 56 ilə başlasaydım, deyəcəkdim 56 sonra 5, 565. Amma ondan kiçiyi də var. Mən 5 ilə başlasam, sonra 56 qoysam, 556 daha kiçikdir. Sonra məcbur da 789 axıra getməlidir. So, bu ədədin minliklər mərtəbəsinin rəqəm. Minlik mərtəbəsinin rəqəm, baxın, oxuna göstərmişəm. 6-dır. Olacaq 6. B variantı. 14. Belə bir abaküs verilib. Belə deyək, şotka əldə ilə desək. Burada 698 milyon 7745 ədədini yazmalıyam. Sən zaten bura 6-nı yazmısan, 6 dənə qoymusan. Bura zaten 9 dənə qoyulub. İndi bura qoyulmayan hissələr, boş qalan çubuqların cəmini soruşacaq deyir. Qoyulmayan hissə bax buradır. Burada nə yazmalıydın? 698 milyon demişdi. Deməli 8 yazmalısan. Aşağıdan qeyd eləmişəm. Sonra 007 yazmalıyam. 0 0 qoymalıyam. Yəni heç nə qoymamalıyam. 7-ni zaten özü yazıb. Sonra bura 7 dənə qoymalıyam. Çünki 745 yazmalıyam. 4-ü zaten özü burada yazıb. Deməli axıra da bir 5 dənə qoymalıyam. Yəni qoyduqlarımı aşağıdan yazmışam. Qoyduqlarımı aşağıdan yazmışam. Bunların da cəmi neçə eləyir? Deməli 8-dir, 0-dır, 0-dır, 7-dir, 5-dir. 15, 5, 20 eləmiş olacaq. Sonra 15-ci sual. Bu da bəsit sualdır. Sən verilən bu kartlardan istifadə edəcəksən. Burada verilmiş kartlardan. Ən böyük natural ədəd yazmalısan. Təbii ki, bu 888 ilə başlayacaq. Yəni bu kart. Sonra 0 ilə yox, 8 ilə başlamalıdır. 808 ilə başlamalıdır. Sonra da axırda digər kart qalacaq. Bəsit bir sualdır. D variantı. 16-cı sual. 16-cı sualda ola bilsin kimsə burada çətinliyi çəksin. Mən bilirəm ki, burada 400 neçə olubsa, bax burada 400 neçə olubsa, buradakı 5-ə vurulub, yazılıb ikinci yerə. Yəni 2480 yazılıb. Fikir verin, 400 neçəni 5-ə vuranda 2480 eləyib. Onda mən həmin o 400 neçəni tapa bilərəm. Necə? Baxın, burada qeyd eləmişəm. 2480-i 5-ə bölmüşəm, almışam 496. Burada da 496 olması üçün deməli burada kvadrat. Baxın, qeyd eləmişəm. Kvadrat nəyə bərabərdir? 9-a bərabərdir. Kvadrat 9 tapdı. Sonra mən bilirəm ki, buradakı figurin toplama yerində qara dairə ilə 0-ı toplayıb aşağı 9 yazıb. Aşağı 9 düşüb. Deməli belə çıxır ki, qara dairə 9-dur da. Baxın, burada qeyd eləmişəm. Qara dairə ilə 0-ı toplayan 9-dur. Mən qara dairə 9-dur. Sonra üçbucağı tapmaq üçün mən bilirəm ki, mənim buradakı ədədim axı 496 oldu. Üçbucağı tapmaq üçün də burada qara dairə axı 9 oldu. Deməli 496-nı mən nəyə vuranda 992 eləyir? Təbii ki 2-yə. Üçbucaqda 2 oldu. Yəni 992-ni 490-a bölündə üçbucağın 2 olduğunu görərəm. Məsələn, kvadrat 9, üçbucaq 2, qara dairədə 9. Bunların cəmi 20 cavabını vermiş olacaq. Cavab A variantı. Sonra burada şifrələmədir sadəcə. Sadəcə şifrələmədir. Sən buradan bilirsən ki, Q-nın kodunu tapırsan. Rəqib sözündə 3-cüdür, yəni 5-dir. 5-ə uyğundur. Ə-nin kodu rəqibdə 2-cidir, 7-yə uyğundur. 57 ilə başlamalıdır. D variantı getdi.
Sonra t-ya uyğun altın sözündə 3-cü hərfdir, 4-dür. 574 ilə başlamalıdır. A variantı getdi. R-ya uyğun bir rəqib sözündə 1-ci hərfdir, 9. 57 49 ilə başlamalıdır. B variantı 57 48-dir. Cavab burada C variantı. Hamısını tapmağa ehtiyac yoxdur. Şifrələrdə. Sonra keçid alırıq 18-ci suala. Biz bilirik ki, A operatoru nə edir? C operatoru daha doğrusu nə edir? A-nı 2-yə vurub üstünə 7 gəlir. A bizdə 5-ə uyğundur. Deməli 2-ni 5-ə vurub üstünə 7 gəlməliyəm. 17. Bəsit bir sualdır əslində. Növbəti bu yenə bəsit sualdır. 3 bucaqla 3 bucağı toplayıb 26 alıbsa, deməli 2 dənə eyni ədədin cəmi 26-dırsa, 3 bucaq 13-dür. Sonra 3 bucaq 13-dürsə burada yerinə yazsam ikincidə. 13-ü nəyə vuranda, romba vuranda 91 eləyib. Deməli romb 7-dir. 7-ni 13-ə vuranda 91 eləyir. Vəssalam. Romb da 7 olduğu üçün burada 7 yazdıqda 7-dən nə çıxanda, yəni kvadratı 5 eləyibsə, kvadrat 2-dir. Vəssalam. Mənə deyir ki, 3 bucaq, yəni 13, üzərinə gəlinsin, romb vurulsun kvadrat, yəni 7 vur 2. 7 vur 2-ni birinci hesablayırsınız. 14, 13-ü toplayırsınız, 27. Cavab A variantı. Növbəti suallarda isə, bu suallarda isə, deməli 20-ci sual tipində, mən əgər buradakı verilən ədədləri, buradakı verilən ədədə bölsəm, yəni 27-ni 72-yə bölsəm, ortaq olmayanları tapacam. Bax, bunda smalik var, bunda da var. Bunda qara ürək var, bunda qara ürək var. Bunda qara dairə idi, tək, ortaq olmayan. Bunda belə deyək də günəş işarəsi idi. Onda mən 27-ni 72-yə bölüb ixtisarlardan sonraki vəziyyətdə o, ortaq olmayan. Yəni 27-ni də 72-ni də 9-a bölsəm 3 böl 8 alacam. Belə çıxır ki, 3 qara dairə idi, tək qaldı. Ortaq olmayandır. Sonra günəşdəki 8-ə bərabər. Bunu yazandan sonra ya smalik 1, ürək 9-dur. Çünki 27 olmalıdır axı. Və rəqəmlər də bir-birindən fərqlidir. Ya da ki, smalik 9, ürək 1-dir. Bunların yerləşməsidir indi. Baxacağıq. 2 dənə halı yazmışam bura. Hər iki halı yazmışam. Mənə deyir ki, günəş 8, üstə gəlinsin, qara dairə 3, üstə gəlinsin, ürəyi 9 götürürəm birinci halda, bu halda. 9 bölünsün 4, vurulsun smalikdə 1 götürürəm. Bunlar eləyir mötərizənin içi buradakı 20, 4-ə böləndə 5, 1-ə vuranda 5. Yəni birinci halda 5 alıb 5 cavabını alıram. Sonra mən 9 ilə 1-in burada yerini dəyişirəm. Yəni 8 üstə gəl 3, üstə gəl bu dəfə 1 böl 4 vur 9. Yuxarı mötərizənin içi deməli neçə eləyir? 12, 4-ə böləndə 3, 3-ü 9-dan 27 cavabını ala bilər. Yəni bu sualın 2 cavabı ola bilər. 27 və 5. Mənə deyir ki, 3 sual üçün hansı ola bilər? Bir dənə 5 cavabı var variantlarda. B variantı. Növbəti 21-ci sualda şifrələrə aid bir sualdır. Sən bilirsən ki, bəsit bir sualdır əslində. Sən bilirsən ki, buradan 4 ilə başlayan 2 dənədir ədədlərdən. 4 ilə başlayan 2 dənədir. 1 ilə başlayan 2 dənədir. Hansı tək qaldı? 252. Buradan baxırsan, P ilə başlayan 2 dənədir, M ilə başlayan 2 dənədir. Hansı tək qaldı? Tat. Deməli, tata uyğun 252-dir. Yəni, T-nın kodu 2-dir, A-nın kodu 5-dir. T-nın kodu 2, A-nın kodu 5-dir. Bundan cavab çıxacaq. Fikir verin. Pamet sözündə ikinci hərf A-dır, yəni 5 olmalıdır ikinci hərf. Axırıncı da T-dır, yəni 2 olmalıdır. İkinci 5, axırıncı 2 olmalıdır. İkinci 5, ikinci hərfi 5 olsun. Yəni B variantı getdi, C variantı getdi. İkinci hərfi 5 olsun, axırıncı 2 olsun. Deməli, burada D variantıdır. Vəssalam. Hamısını tapmaya ehtiyac yoxdur. Burada da fikir verin. Burada da, baxın, deməli, elə uyğun, bax, birincidən elə uyğun 8-dir. Deməli, 8-ə uyğun olmalıdır? El olmalıdır. El ilə başlamalıdır. Və M-yə uyğun birincidə, dördüncüdə M-yə uyğun 1-dir. Deməli, M-yə uyğun 1 olmalıdır. Yəni, el 1 ilə başlamalıdır. Vəssalam. El 1 ilə başlayan bir dənə variant var, A variantı. Qutardı getdi. Növbəti operatorlar, qeyri-aşkar operatorlar. Deməli, 19-dan ikinci ədədlərin, burada ikinci duran ədədlərin 2 mislini çıxmaq lazımdır. 19-dan 3-ün 2 mislini 6-nı çıxanda 13 ödəyir. Sonra 26-dan 10-un 2 misli 20-ni çıxanda 6. 18-dən 7-nin 2 misli 14-ü çıxanda 4 ödəndi. Hamısını da ödəyirsə, deməli 14-dən 3-ün 2 mislini 6-nı çıxanda cavabın 8 olduğunu görəcəm. 24-cü sual, qeyri-aşkar, daha doğrusu aşkar operator. A ədədimiz bizə 2-yə uyğundur. B ədədimiz bizə 3-ə uyğundur. Düsturda yerinə yazıram. 3-ü vururam A-ya, yəni 2-yə. Çıxıram, 2-ni vururam B-yə, yəni 3-ə. Eyni ədəddən hasildən çıxsan cavabımız 0 olar. C variantı. Bəsit sualdır. Sonra birinci bu mötərizənin içini hesablamaq lazımdır. 16 qara dairə 5-i hesablamaq üçün mən
Baxın 16'ya uyğun 2A-dır. Deməli A-mız nədir? Baxın, burada diqqətli olmaq lazımdır. 16'ya uyğun 2A-dırsa, deməli A-mız burada 8-dir, B-yə uyğun da 5-dir. Yəni A-dan B-ni çıx, 8-dən 5-i çıxıb 3 almışam. Onda bura oldu artıq mötərizənin içi 3. Yəni 3 üçbucaq 3 hesablamaq lazımdır. 3 üçbucaq 3 hesablamaq üçün də biz A-mız 3-dür, yəni B-miz də 3-dür. A-nı deyir B-yə vur düstur da. 3-ü 3-ə vuranda da 9 cavabını alaram. B variantı. Növbəti sual. Birinci mötərizənin içini hesablayırıq yenə. 3 üçbucağı hesablayanda, 3 üçbucağı hesablayanda. Mənə üçbucaq nə edir? X-ı. Üçbucağın yanındakı ədədi. 3-ə vurur, üzərinə 1 gəlir. 3-ü 3-ə vurub üzərinə 1 gələndə cavabımız 10 eləyir. Yəni bu mötərizənin içi 10 oldu. Onda 10 kvadrat yarandı orada. Kvadrat nə edirdi? Baxın, kvadratın yanında duran y-i kvadrata yüksəldib 4 çıxıb. Onda 10'u kvadrata yüksəldib 4 çıxmalıyam. Yəni 100-dən 4 çıxanda da 96 cavabını almış olacam. Cavab D variantı. Növbəti 27-ci sual. Yenə qeyri-aşkar operator. Deməli, əvvəldəki ədədləri, əvvəldə duran birinci ədədləri 1 vay çoxaldıram. Eləyirəm, məsələn 4-ü eləyirəm 5, 4 üstə gəl 1, 5, vururam ikinciyə, 3-ə. Sonra 5-i 1 vayda artırıb, bu 5-i 6 eləyirəm, 2-yə vururam növbətiyə, 12. 3-ü 1 vayda artırıb 4 eləyirəm, növbəti 5-ə vururam 20, ödəndi. Sonra 6-nı 1 vayda artırsam burada, 4-ə vursam 7-nin 4-ə 28, cavab C variantı. Növbəti. Bəsit bir sualdır. Əslində burada R-i tapmağa ehtiyac yoxdur. Bax, burada R-i də tapmışam əslində, M-i də tapmışam. M-i tapsam, oradan tapmışam da elə. Deməli, R-i tapsam, R məndə 2 dənə R ilə başlayan var. 2 dənə R ilə başlayan var. Burada 2 dənə başlayan hansıdır? 5'lərdir. Deməli, R nədir? R 5'dir. R-i 5 tapandan sonra R-i 5 tapandan sonra R-i 5 tapandan sonra M-in 1 olduğunu aradan tapmışam bəs. Dəqiqə. İkincidən fikir verin. İkincidən baxın. İkinci sütuna baxın. M burada bir dənə burada var. M, L, T, M, F. Bəli. 2 dənə ikinci eyni olanlar bir dənə 1'dir. Baxın. 1'dir. Deməli M də 1'dir. Elə M 1 ilə cavab çıxır. Çünki mənə veriləndə, soruşulanda R, T, Y, F'dir. M yoxdur. 1 olmamalıdır. D'də 1 var. C'də 1 var. B'də 1 var. Cavab A variantı. 29. 29'da məcbur bu şifrələrin hamısını tapmaq lazımdır. Çünki bir dənə M, U, C, H-ı soruşur məncə. İndi baxıram. Mən zoom-u tapa bilərəm birinci. Birinci zoom-u tapıram. Niyə? Çünki ortada qoşu eyni hərf var. Ortada qoşu eyni rəqəm olan burada 7'lərdir. Deməli zoom-un kodu 8775 olacaq. Ondan sonra M-ni tapandan sonra M-ni baxın 5 tapandan sonra deməli 5 ilə başlayan more 5764 olacaq. R-nı tapandan sonra məsələn H-arı tapmaq olar. R-nı tapandan sonra R bizdə deməli 6'dır. Axırı 6 olan 1496 H-ardır. Məcbur bir dənə 3204 qaldı. O da bu hərfdir. Cube. İndi məndən M-ni soruşur. M məndə 5'dir. Sonra U-nu soruşur. U məndə fikir verin buradan 2'dir. Sonra C məndə burada fikir verin 3'dür. Bir də H. H da məndə buradan görürəm 1'dir. Bunların cəmidə 11 cavabını verəcək. Yəni cavab burada A variantı. Və axırıncı sual. Bu biraz şifrələrin biraz deyək çətin sualıdır. Deməli biz bilirik ki, burada R, bir də burada R operatora deyək də işarəsi. Nə baş verir? Şəkil sözünün hansı hərflərin yerini dəyişir? Ona uyğun birinci gözəl sözünü R operatoruna görə düzməliyəm. İndi gözəl R yazmışam burada. Gözəl R. Nə edir? Baxın, burada R operatoru nə edir? Axırdakı 2 dənə hərfi gətirir əvvələ. İl. Baxın, il gəlib əvvələ burada məsəl üçün. Sonra baxın burada ur gəlib əvvələ. Ur gəlib əvvələ. Onda məndə gözəl sözündə nə olmalıdır? Əl gəlməlidir əvvələ. Baxın, əl gəldi əvvələ. Sonra üçüncünüz şəkil sözündə elə 3-cü hərf qalıb. Yəni gözəl sözündə 3-cü hərf qalmalıdır, z qalmalıdır. Bir də şə axıra gedib. Bax, fi axıra gedib. Onda gö axıra getməlidir, gö axıra getdi. Yəni R operatoruna görə
Mən sözü bu formaya saldım. Gözəl sözünü bu formaya saldım. Sonra dalıyca da deyir ki, belə bir dairə xətt operatoru. O da nə edir? Baxın, həyat sözünü bir də döngə sözünü bu formaya salır. Necə eləyir? Baxın, həyat sözündə əvvəl yə, baxın, ilk üçüncü hərfdən başlayaraq tərsinə oxuyur. Yəh oxuyur. Həyi yəh oxuyur. İndi mən onda bu 3 dənə əlızını tərsinə oxuyacağam. Zılı ə oxuyacağam. Baxın, zılı ə yazmışam, zılı ə. Bir də at sözünün axırdakı at sözünün yerlərini dəyişir. Həyat sözündə atı idi, indi t a olacaq. Məndə g ö idi, indi ö g olacaq. Ö g. Vəssalam. Zılı ə ö g. Bu da C variantında verilib. Diqqətinizə görə minnətdarım.